vaxtınız xeyir olsun, əziz izləyicilər. Çoxdandır sizdən görüşə gəlmirdim və bu günləri Muradla birlikdə maraqlı bir paylaşım edəcəyik. Muradın həyat hekayəsi. Həqiqətən də həm acınacaqlıdır, həm də kədərlidir. 27 yaşın var. 27 yaşım var. 27 yaşlı Murad başına görə nələr gəlib? Murad sosial şəbəkədə bir xanımla tanış olur və görüşə gedəndə nələr yaşanır, nələr baş verir, onu birazdan biləcəksiniz. Niyə belə oldu ay Murad? Ne bileyim Allah'ın kısmeti. Deməmişdin qıza heç nə? Yok birinci dememiştim. İndi danışacaq birazdan. Ay Murad, əvvəlcə bir oturaq, bir çay çək, çay süfrəsi arxasında sənə danış başına gələnləri, yeri gəlmişkən çəkilişdə göstərdiyi köməyə görə, dəstəyə görə mən İzmir küçəsi 5-də yerləşən Love You Baku restoranına təşəkkür edirəm. Hə Murad, çay gələnə qədər biz daha yaxından tanış olaq. Çay gəldi. Təşəkkür edirəm, çox sağ ol Elmar. Minnətdaram. Bir çay çəkək, qəşəng bir söhbət eləyək. 27 yaşım var. Neçə bacı qardaşsınız? Benden başka bir tane kardeşim. 2 qardaşsınız. Evet. O subay da evlidir. Evliydim. Və anadan olandan anan daha çox səni istəyirdi, yoxsa qardaşını istəyir? Yəqin səni istəyər. Hə? Bəs bir sual verim. Sən orta məktəbdə dostlarınla münasibət necə idi? Sinif yoldaşlarla münasibət necə idi? Məktəb oxumamışım. Oxumamısan? Xeyr. Orta məktəb oxumamısan? Yox. Bəs axı özün deyirsən ki, mən şeir yazıram. Bəs necə sən şeir yazırsan? Ama Allah verirsə mən... Bədahətən. Bəli, bəli. Bəs hara qeyd edirsən şeirlər? Yadında hamısı qalır? Onu evdəkilər yazır mənim üçün vərəqə. Nə yaxşı. Yəni uzatmadan niyə danışaq? Danışaq. Hə, əvvələ dedim ki, və sən sosial şəbəkədə bir xanımla tanış olursan və xanıma demirsən də, yəni heç nə demirsən. Necə tanış olmusunuz? Yazır. Düşdü bura. Vecv olma deyə, mən qorxmuşdum bu şey. Ən çox hansı mövzuda şeir yazmağı sevirsən? Sevgidən. Sevgidən. O dəqiqə cavab verdi, sevgidən. Hə, nə baş verdi o qızla tanış, uzatmayaq çox söhbəti, mənə maraqlıdır. Hə, sənin şeirlərin sosial şəbəkədə yayımlayırdın və bir xanım orada rəy yazırdı. Sənə deyil yazırdı ki, nə yazırdı sənə? Birinci yazdı ki, mənim bu şeir xoşuma gəlir. Mənə qayıtdı ki, verə bilərsiniz bu sevgidən şeiri mənə. Kim verə bilərəm. Məsələn, görüşdük, izah elədik. Gördü vəziyyətimi, qayıtdı, sən mən anadan olandan belə olmuşsan, yox sonradan. Mən istədim insan ol da, özümdən o qədər danışmayayım ona. Görüşünə qədər ona deməmişdin sən? Yox, xeyr, hələ bir ay mən ondan danışdım. Bir ay danışmısan? Danışdım ona. Hətta desin görüntülü danışmışsın. Görüntülü də danışdım. Amma oturan yerdə danışmışsın, oturan yerdə danışdım, görməz. Qəşəng qız idi. Qəşəng qız idi. Hə, usandı. Hə. Görüşə gəldin, nə alıb aparmışdın? Gül almışdın. Gül aldım, apardım. Və o qıza şeir yazmışdım onu. Aha, görüşdün, sonra nə oldu? Görüşdüm, bir xeyli getdi, münasibət xeyli getdi, danışdığımızda elədik. Qayıtdı, mən dedi ki, mən istəyərəm də səninlə ailə qurum. Elə oldu ki... Sən dedin, mən istəyərəm. O qız istədi ki, istəyərəm səninlə ailə qurum. Səni görəndən sonra? Hə. Aha. İstəyərəm səninlə ailə qurum. Aha. Qoy anama da deyim. Hə. Anasına dedim, anasıyla görüşəndə mənə qayıtdı, sənin veriləsi qızım yox. Nədir? Sənin veriləsi qızım yox. Nə danışırsan? Niyə? Ola bilsin ki, vəziyyəti yox. Amma qız səni bəyənmişdi. Qız bəyənmişdi. Yəni qız sağlamdır, yəni? Bəli, bəli. Hansı şeir yazmışsın qız üçün? Ay ürək, gedirsə vəfasız, qoy bıraq getsin. Bilirəm aiyyətini çox darıxırsan. Hər gecə ağrıyıb zülüm çəkirsən, acığı özündən niyə çıxırsan? Sevginin kitabını oxudum hər gün. Oxusan bilərsən, adı nəğmədir. Ürəkdə qalırsan, səsin də çıxmır, sən orada kiraya qalırsan, nədir?
sən orada kiraya qalırsan, nədir? Mən kimi sevirəm, qəlbimi qırır. Sən də tez gələrsən, sən də qırarsan. Yaxşılıq edərsən, qırdığın qəlbi aparıb ardısı yapışdırarsan. Ay. Aparıb ardısı yapışdırarsan. Sən o qıza bu şeiri artıq yazmışdın, yoxsa ayrılandan sonra yazdın? Ayrılandan sonra yazdım. Yazdın. O qızın bu şeirdən xəbəri var? Yox. Bu qız, həmən o qız, indi adını yəqin çəkmək istəmirsən. Yox. Həmən o xanım 100% səni görəcək, əminəm ki, səni görəcək və o xanıma deyirəm ki, düzdür, onun günahı deyildi, anasının seçimidir, anası səni istəməyib. Yəni, valideyndir, bilmirəm, mən heç nə deyə bilmərəm. O xanım burada səni, təsəvvür edir ki, səni izləyir və bu şeiri də xanım yəqin ki, görəcək, kövrələcək. Ən azından bir ay hər gün siz telefonla danışmışsınız, virtual olaraq bir-birinizə bağlanmışsınız. O xanıma nə deyərdin buradan? Deməyim o ki, bəyənmədi, Allah mənə bəyənsin, Allah onu xoşbəxt etsin. Ailə qurmaq istəyərsən? Bəli. Niyə dəstənəyim ki? Arzularım var. Nə arzularım var sənin? Mən birinci arzum o idi ki, mənim anam toyumu görsün. Anam da zaman rəhmətə getdi. Nə deyərlər, Allahın əlində. İndi Allah bir qız çıxarda qalan ailə quraram. İnşallah. Hə, əziz izləyicilər, mən Muradın həyat hekayəsini niyə istədim sizdən tanış edeyim? Murad da istəyir ki, ailəsi olsun. Çünki deyir ki, mən də ailə canlıyam. Necə ki, bizim verilişimizin adı ailə canlıdır. Çünki ailə canlıda təkcə kimisə toyunu, xeyir işini biz işıqlandırmırıq. Həmçinin də həyat hekayələri, yəni maraqlı həyat hekayələri olan insanları da biz həyatını işıqlandırırıq, sizlə tanış edirik. Əgər siz də istəyirsinizsə, sizin də həyatınızı, bax belə, həyat hekayənizi istəyirsiniz, hamı eşitsin, hamı görsün. Buyurun, orada əlaqə nömrəmiz var, əlaqə nömrəsinə mesaj yaza bilərsiniz və məmnuniyyətlə mən sizdə eşitməyə hazıram. Biz isə gedək ananı ziyarət etməyə. Və biz gəlib çıxdıq hara, Muradın anasının dəfn olunduğu qəbristanlığa gəlib çıxdıq, Biləcərdəyik hazırda və Murad, bilməm sənə necə çətin olacaq, yəqin ki çətin olacaq sənə, kömək eləyim sənə. Gəl də düşə-düşə soruşum səndən, Murad, mən sənə kömək eləyəcəm. Yəni, bura sən vəziyyətinə görə deyirəm, mən səndən çox üzr istəyirəm. Neçə vaxtdan bir gəlirsən bura? Yəni, tək gəlirsən, kimlə gəlirsən? Sözün açığı, gec gəlirəm öz vəziyyətimə görə. Aha. Gec gələrsən, hə? Bəli. Neçə ildir rəhmətə gedib anan? 3 il. 3 ildir rəhmətə gedib. 3 ildir, bəli. 3 il ərzində mən əminəm ki, sən əgər bax, səndə bu istedad varsa, ananın xatirəsinə bir şeir yazmış olarsan, hə? Bəli, varımdır. Varındır. Var. Biz hələ anasının məzarına yaxınlaşmamışıq, amma Murad artıq kövrəlməyə başlayır. Bilməm, o mənzərəyə mən necə görəcəm. Təkrarlamaq kimi çıxmasın. Murad tək gələ bilmir, ona görə də mən ona dedim ki, mən sənə Anne beni gedək, anlayan yok, omuzumda yüklerim çok. Seninkinde yer kaldıysa başımı koysam biraz anne. Anne derdim dağlardan çok. Biz gəlib Muradın anasının dəfn olunduğu məzarlığa gəlib çıxdıq. Murad, bilirəm ki, sən özündə, yəni özün demirsən ki, mən şeirlər yazıram. Hətta ananın da xatirəsinə şeir yazmısan, özün yazmısan. Sənə çətin deyilsə o şeiri deyə bilərsən burada. Anan da uşaq olar. Deyərəm. Ürəyə də çəkmisən dağ. Həyatım da bir oyuncaq. İnsafsızsan qara torpaq. Mən anam üçün darıxmışam. Mən anam üçün darıxmışam. Əziyyətin dillərdədir. Yazıq balon çöllərdədir. Ruhlar olan yerlərdədir. Mən anam üçün darıxmışam. Mən anam üçün darıxmışam. İnşallah mən də kövrətdim. Bacardığım qədər çalışıram ki, hissləri qapılmayım, amma ana mövzusu, valideyn mövzusu elədir ki,
mən gizlədə bilmirəm o hisslərimi. Həmişə deyirdi ki, qardaşın ailəsi bir yana, mən istərdim səni evləndirim, rahat gedim bu dünyada. Sən düşünürsən ki, sənə heç bir qız ailə qurmaz, hə? Bəli, elə fikirləş. Amma heç o ümidini üzmə. Bəlkə də Allah elə bir qismətinə elə bir xanım çıxardacaq ki, həmən xanım sənin əlindən tutub, bax mənlə gəldiyin kimi ananın yanına gəlib ananı ziyarət edəcəksən. İnşallah. Ümidini üzmə, yaxşı? Allah əlbəttə, Allah böyükdür. Biz isə sizdən burada sağollaşırıq. Allah muradı muradına çatdırsın. Gördünüz Muradın həyat hekayəsini eşitdiniz siz də. Murad bacardığı qədər düz doğmaları var, amma ananı heç kim əvəz edə bilməz.